çiyində bəzənmə. Atam kiçik bir güzgü gətirmişdi. Hörcüyə taxacaqdı. Çiv hörcüyə batmırdı. Ucu əyilib yerə düşürdü. Çivlərimizin hamısı əyilib düşdü. Hörcünün hər yeri dəlic-dəlic oldu. Atam çivləri lap ucaya çalmaq zorundaydı. Elə oldu ki, daha əli çatmadı. Çəkicilə çivi mənə verib, məni başına çıxartdı. Mən çivi hörcünün başına çaldım. Güzgünü də elə o çivə taxdım. Atam güzgünün qabağında durdu. Qaşını, bığını daramaq istəyirdi. O gündən atam qaşını, bığını daramaq istəyəndə mənim çiynimə çıxardı. Atam ilə mən belə bəzənməyin adını çiyində bəzənmə qoymuşduq.